Salam, bugün kinonun yaddaşlarda ən dərin iz buraxan, həm heyrət, həm də nifrət doğuran personajlarından birini, Ətriyatçı filmindəki Jean-Baptiste Grenoyu psixoloji müstəvidə təhlil edəcəyik. Bax bu Jean-Baptiste Grenouille'dur. Qoxu dünyasının bənzərsiz dahisi. Amma eyni zamanda hisslərdən məhrum, soyuqqanlı bir qatil. Onun bütün hekayəsi də məhz bu ziddiyyət üzərində qurulub. Yaxşı, bəs necə olur ki, belə fitri istedada malik bir insan amansız bir canavara çevrilir? Gəlin bu mürəkkəb sualın cavabını addım-addım axtaraq. Onun psixologiyasını daha dərindən anlamaq üçün təhlilimizi 4 əsas hissəyə böləcəyik. Gəlin ilk olaraq Greniumun varlığındakı o fundamental paradoksa, yəni əsas ziddiyyətə nəzər salaq. Deməli, məsələnin kökündə dərin bir ziddiyyət var. Düşünün, o fövqülad bəşəri qoxu biliyi ilə hər şeyin, hər bir canlının sanki ruhunu duya bilir. Amma çox qəribədir ki, onun özünün heç bir qoxusu, yəni onu digərlərindən fərqləndirən heç bir mahiyyəti yoxdur. Bu boşluq onun bütün həyatını idarə edir. Psixoloqlar bu vəziyyəti təsvir etmək üçün psixopatiya terminindən istifadə edirlər. Yəni, başqasının hisslərini anlamaq, vicdan əzabı çəkmək qabiliyyətinin olmaması. Grenouille üçün insanlar sadəcə bir obyektdir, o peşmanlıq hissinə tamamilə yaddır. Bu da onu klassik bir psixopat obrazına çevirir. Məsələnin ən qorxunc tərəfi də budur. O, qurbanlarına insan kimi baxmırdı. Onlar Grenouille'un gözündə sadəcə onun sənət əsərini yaratmaq üçün bir xammal, bir ingredient idi. Yaxşı, bəs Grenouille belə birini necə çevrildi? Gəlin onun keçmişinə gedək və bu canavarın necə yarandığını anlamağa çalışaq. Onun həyatı elə ilk nəfəsindən travma ilə başlayır. Düşünün, Parisin iyrənc bir bazarında anası tərəfindən tərk edilir, sevgidən məhrum bir uşaq evində böyüyür və sonra da sanki bir əşyaymış kimi satılır. Bütün bunlar onun psixikasında sağalmaz yaralar açır. Psixologiyadakı travma nəzəriyyəsi də məhz bunu deyir. Uşaqlıqda yaşanan bu cür davamlı laqeydlik və təcrid insanın başqaları ilə sağlam bağ qurmaq qabiliyyətini tamamilə məhv edir. Grenouille'un vəziyyətində isə bu, onun emosional dünyasının sanki qurumasına və insanlardan tamamilə uzaqlaşmasına səbəb olmuşdu. Məhz buna görə də onun ətirlərə olan bu inanılmaz həvəsi sadəcə bir istedad deyildi. Bu, eyni zamanda uşaqlıq travmalarının gətirdiyi o dərin boşluqdan və ağrıdan qaçmaq üçün yaratdığı bir müdafiə mexanizmi idi. Zamanla bu travma tək və hər şeyi öz içinə alan bir aludəçiliyə, bir növ vəsvəsəyə çevrildi. Onun həyatda artıq bircə məqsədi vardı. Gözəlliyin özünü, onun mahiyyətini ələ keçirən o son, o mükəmməl ətri yaratmaq. Kriminologiyada bu kimi vəziyyətləri ümumi gərginlik nəzəriyyəsi ilə izah edirlər. Yəni, bir insan cəmiyyət tərəfindən davamlı olaraq kənara atılanda, təzyiq altında qalanda, öz məqsədinə çatmaq üçün cinayət kimi yollara əl ata bilir. Grenouille'un da yeganə məqsədi o mükəmməl ətri yaratmaq idi və o bu yolda heç bir sərhəd tanımırdı. Onun cinayətləri heç də xaotik və ya təsadüfi deyildi. Əksinə, bu, soyuqqanlı şəkildə planlanmış bir metod idi. O, əvvəlcə mükəmməl qoxunu, yəni qurbanını tapırdı, günlərlə onu izləyərək hərəkətlərini öyrənirdi və nəhayət o bənzərsiz mahiyyəti ələ keçirmək üçün onu qətlə yetirirdi. Yaxşı, bəs bütün bu analizləri bir yerə toplasaq hansı nəticəyə gəlirik? Onun haqqında son psixoloji hökm nədir? Nəticə olaraq görürük ki, Grenouille'un canavarlığı tək bir səbəbdən yaranmır. Bu, onun psixopatik quruluşu, uşaqlıqda yaşadığı dərin travmalar və cəmiyyətdən gördüyü amansız təzyiqin bir araya gəlməsindən yaranan təhlükəli bir qarışımdır. Və işin ən tragik tərəfi də budur. O, yaratdığı ətirlə bütün dünyanın ona sevgi bəsləməsinə nail oldu. Amma özü o sevgini hiss etmək qabiliyyətindən tamamilə məhrum idi. Deməli, o anadan gəlmə pis deyildi. O, ona zərrə qədər sevgi göstərməyən bir dünyanın məhsulu idi. Və o da sevgiyə sahib olmaq üçün bildiyi tək yola, yəni onu ələ keçirməyə çalışdı. Və Grenouille'un bu dəhşətli hekayəsi bizi cavabı çəkin olan bir sualla üz-üzə qoyur. Bəs əslində canavarı kim yaradır? Fərdin özü, yoxsa onu formalaşdıran cəmiyyət? Bu, üzərində düşünməyə dəyər bir sualdır.